Uşaqlar, bugün mən sizə cümlə üzvləri haqqında məlumat verəcəm. Cümlənin baş üzvləri və ikinci dərəcəli üzvləri haqqında. Cümlə üzvləri rahatdır. Ümid edirəm ki, mənimsəyəcəksiniz. Bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan və bir sintaktik suala cavab verən söz və ya söz birləşmələrinə cümlə üzvləri deyilir. Ümumiyyətlə, sözün cümlə üzvü olması üçün iki xüsusiyyət lazımdır. Söz leksik mənaya malik olmalıdır və sözlər arasında qrammatik əlaqə olmalıdır. Yəni, biz kör-koranə olaraq ağzımıza gələni belə deyək də, yan-yana düzüb biz cümlə üzvü yarada bilmərik və yaxud da köməkçi nitqçilər biz deyirik ki, cümlə üzvü ola bilmirlər. Yəni, sözün mütləq leksik mənası olmalıdır ki, o cümlə üzvü olsun. Cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələrindən ifadə oluna bilirlər. Əsas söz nitq hissələri ilə ifadə olunan cümlə üzvləri sadə, söz birləşmələri mürəkkəb adlarla ifadə olunan cümlə üzvləri isə mürəkkəb cümlə üzvləri yaratmış olur. Cümlə üzvləri 5 yerə ayrılır. Deməli, mübtəda, daha doğrusu 5 cümlə üzvü var. 5 yerə ayrılmır. 5 cümlə üzvü var. Xəbər, təyin, tamamlıq, və zərflik. Ən müstəqil cümlə üzvü mübtədadır. Heç bir cümlə üzvündən asılı deyil. Ümumiyyətlə, mübtəda və xəbər cümlənin qurulmasına əsas rolu oynayır. Yəni, mütləq hər hansı bir cümlədə ya mübtəda, ya xəbər ikisindən biri mütləq şəkildə iştirak etməlidir. Buna görə də cümlənin mübtəda və xəbərində cümlənin baş üzvləri və yaxud da qrammatik əsasları deyilir. Bəzən uşaqlar sizin testlərdə rastınıza çıxacaq ki, cümlənin qrammatik əsaslarını göstərin, cümlənin qrammatik əsasları hansıdır və yaxud da yalnız qrammatik əsaslardan ibarət olan cümlələri müəyyən edin. Burada bilin ki, mübtəda və xəbərdən söhbət gedir. Mübtədanın işarəsi bir düz xətt, xəbərin işarəsi iki düz xətt, təyin işarəsi bir dalğalı xətt, tamamlığın işarəsi qırıq-qırıq xətt, zərfliyin işarəsi isə bir dalğalı və bir düz xəttdən ibarətdir. Bunlar cümlə üzvlərinin şərti işarələri. Biz sintaktik təhlil edəndə bizə çox lazım olacaq. Cümlə üzvləri dedik ki, iki yerə ayrılır. Baş üzvlər və ikinci dərəcə üzvlər. Baş üzvlərə aid mübtəda və xəbər. Bayaq da qeyd etdiyimiz kimi cümlənin ən müstəqil üzvü mübtədadır. Mübtəda kimlə, hara suallarından birinə cavab verir. Adlı halda olan sözlər və yaxud da söz birləşmələrindən ifadə olur. Heç bir cümlə üzvündən asılı olmur. Mübtəda haqqında danışılan şəxsi və ya əşyanı bildirir. Mübtədalar xəbərlə uzlaşma əlaqəsinə girir. Biz ümumiyyətlə yanaşma və idarə əlaqəsini keçmədiyimiz üçün onlar haqqında geniş məlumat vermirəm. Qeyd edim ki, təyinlə də yanaşma əlaqəsində olur. Mübtəda daha çox ifadə olunur isimlərlə, amma sifətlə, sayla əvəzi, məsdər tərkibləri, fe'li sifət tərkibləri, mürəkkəb adlar, ismi birləşmələrlə də ifadə oluna bilir mübtədalar. Mübtədalar quruluşuna görə iki yerə ayrılır. Sadə və mürəkkəb. Ümumiyyətlə, biz sintaks bölməsində düzəltmə anlayışını belə deyək də götürürük. Yəni, düzəltmə anlayışını morfologiya ilə bağlayırıq. Sadə və mürəkkəb olur. Nitq hissələrlə ifadə olunan mübtədalar sadə, söz birləşmələri, mürəkkəb adlarla ifadə olunanlar isə mürəkkəb mübtədalar adlanır. Misal üçün, deyirəm ki, gələn anamdır. Nədir? Anamdır. Kim? Gələn. Baxın, mübtəda gələn fe'li sifətindən ifadə olunub. Yəni, bir nitq hissəsindən ifadə olunduğu üçün sadə mübtədadır. Və yaxud da deyirəm ki, məktəbin direktoru gəldi. Nə etdi? Gəldi. Kim? Məktəbin direktoru. Burada məktəbin direktoru sözü də deməli, söz birləşməsinin, üçüncü nöqtənin söz birləşməsinin ifadə olub və mürəkkəb mübtədanı əmələ gətirmişdim.
Xəbər cümlənin baş sözlərindən biri olub, haqqında danışılan mübtədanın hərəkət və ya əlamətini bildirir. Xəbər ikinci belə deyək müstəqil cümlə özüdür. Yalnız mübtədadan asılı olur. Mübtəda ilə uzlaşma əlaqəsinə girir. Şəxsi və kəmiyyətə görə uzlaşır. Biz hər hansı bir cümlədə yeni məlumatı xəbər vasitəsindən alırıq. Xəbərin müxtəlif sualları var. Nə edir, nə etdi, nə oldu, kimdir, necədir, nədir, haradadır və s. kimi suallarına cavab verir. Xəbərlər də quruluşca mübtədalar kimi sadə və mürəkkəb olur. Yenə də nitq hissələrlə ifadə olunan xəbərlərə biz sadə xəbərlər, söz birləşmələrindən ifadə olunan, o cümlədən də mürəkkəb adlarla ifadə olunan xəbərlərə isə deməli mürəkkəb xəbərlər deyirik. Var, yox, gərək, mümkün, lazım, bəs sözləri. Heç bir suala cavab vermədən deməli cümlənin predikativ müstəqil bu sözlər, predikativ sözlər müstəqil cümlə xəbər vəzifəsində, yəni ismi xəbər vəzifəsində daha doğrusu, yəni olurlar. O cümlədən də sual əvəzliklərdə suala cavab vermədən cümlənin müstəqil xəbəri ola bilirlər. Sonra olmaq, etmək, eləməkdir, başlamaq, istəmək, bilmək tipli sözlərdir ki var. Onlar da yəni özlərindən əvvəlki sözlə birlikdə deməli sadə xəbər vəzifəsinə çıxış edirlər. Çünki bunlar müstəqil məna ifadə etməyəndə mürəkkəb feil kimi götürürük. Ümumiyyətlə bəzən uşaqlar belə bir yanlış fikir formalaşır ki, nitq hissəsinin mürəkkəbini götürüb mürəkkəb cümlə özü kimi götürürlər. Ümumiyyətlə nitq hissəsinin mürəkkəbinə cümlə özünün mürəkkəbini qarışdırmırıq. Nitq hissəsini istəyir sadə olsun, istəyir düzəltmə olsun, istəyir mürəkkəb olsun, cümlə özü olaraq o sadə cümlə özü olacaq. Bir cümlə özünün mürəkkəb cümlə özü olması üçün söz birləşməsi formasında, mürəkkəb ad formasında olması mütləq gərəkdir. O cümlədən idi, imiş, isə hissəcikləri və deyil sözü də özündən əvvəl gələn sözlərlə birlikdə cümlənin sadə xəbəri vəzifəsində çıxış edir. Misal üçün, o ana idi. Ana idi. Nə idi? Ana idi. Kim? O. Burada yəni idi hissəciyi ana sözünə qoşularaq sadə xəbər vəzifəsinə çıxış etmişdir. Xəbər ifadə vasitələrinə görə iki yerə ayrılır. İsmi xəbərlər və fe'li xəbərlər. Fe'li xəbərlər fe'lin təsriflənən formaları, yəni fe'lin xəbər, arzu, əmr, vacib, lazım, şərt şəkillərlə ifadə olunur və bir də frazoloji birləşmələrlə ifadə olunur. İsmi xəbərlər isə isim, sifət, say, əvəzlik, zərb, məsdər və məsdər tərkibləri, fe'li sifət və fe'li sifət tərkibləri, o cümlədən ismi birləşmələr və mürəkkəb adlarla ifadə oluna bilər. Qeyd edək ki, biz nə mübtədanın ifadə vasitələrində, nə də xəbərin ifadə vasitələrində fe'li bağlamaları qeyd etmədik. Biz fe'li bağlamalarla fe'li bağlama tərkiblərini keçəndə də qeyd etmişdik ki, fe'li bağlamalar deməli cümlə üzvü olaraq yalnız zərflik vəzifəsinə çıxış edir. Zərfliklərdən də yer zərfliyi və məqsəd zərfliyi vəzifəsinə çıxış edə bilmir. İndi bir fe'li xəbər, bir dənə də ismi xəbərə aid nümunə yazacağım. Tutaq ki, o oxuyan şagirddir. Burada xəbər isimlə ifadə olunub. Nədir? Şagirddir. Kim o? Bir dənə də fe'li xəbər yazım. Uşaqlar qulaq asırlar. Nə edirlər? Qulaq asırlar. Kim? Uşaqlar. Qulaq asmaq frazoloji birləşmədir və fe'li xəbərin növünə aid. Biz uzlaşma əlaqəsini keçəndə xəbərin mübtəda ilə şəxsi və kəmiyyətə görə uzlaşması haqqında danışmışıq. Ona görə də mən daha cümlənin də xəbərin mübtəda ilə şəxsi və kəmiyyətə görə dəyişməsi haqqında ayrıca məlumat verməyəcəm. Yəni xəbərlər mübtəda ilə şəxsi və kəmiyyətə görə hər üç şəxsə uzlaşma əlaqəsində olurlar. Cümlənin ikinci dərəcəli üzvlərinə təyin, tamamlıq və zərflik aiddir. Tamamlıqlar
Tamamlığın işarəsini biz dedik ki, qırıq-qırıq xətlə ifadə olunur. Tamamlıqlar ismin adlıq və yiyəlik hallarından başqa qalan hallarında iştirak edən sözlər vasitəsilə, yəni tamamlıq yaradır. Tamamlığın sualları kimi, nəyi, haranı, kimdə, nədə, harada, üzr istəyirəm, harada yox, kimdə, nədə, kimdən, nədən, kim ilə, nə ilə, kim haqqında, nə barədə kimi suallara cavab verir. Tamamlıqlar da quruluşca sadə və mürəkkəb olurlar. Deməli, nitq hissələri ilə ifadə olunan tamamlıqlara sadə tamamlıqlar, mürəkkəb adlar, söz birləşmələri ilə ifadə olunan tamamlıqlara isə mürəkkəb tamamlıqlar deyirik. Tamamlıqlar iki yerə ayrılır: vasitəli tamamlıq və vasitəsiz tamamlıq. Necə ki biz deməli ismin təsirlik halını vasitəli və vasitəsiz hissələrə bölürdük. Bu da o formadadır. Rahat yadda saxlamaq üçün yadda saxlayırıq ki, ismin təsirlik halı ilə ifadə olunan sözlər, yəni kimi, nəyi, haranı sualına cavab verən sözlər vasitəli tamamlıqlar, vasitəsiz tamamlıqlardır. Qalan hallarda ismin yönlük, yerlik, çıxışlıq hallarında olan, eyni zamanda ilə, üçün, ötürü, barəsində, haqda, savayı tipli qoşmaların qoşulduğu söz və söz birləşmələri ifadə olunan tamamlıqlar da vasitəli tamamlıqlardır. Vasitəli tamamlıqlar kimi, nəyə, kimə, nəyə, kimdə, nədə, kimdən, nədən, kim üçün, nə üçün, nə haqda, nə barədə, kim barədə, kimdən ötürü, nədən ötürü bu tipli suallara cavab verir. Misal üçün, onlar müəllim haqqında danışırdılar. Belə bir cümlə yazıram. Onlar müəllim haqqında danışırdılar. Haqqında ola bilər, barəsində ola bilər və s. Nə edirdilər? Danışırdılar. Kim? Onlar danışırdılar. Nə haqqında? Müəllim haqqında. Bax, bu formada. Bu da olur vasitəli tamamlıqlar. Qeyd edim ki, ismin yönlük, yerlik, çıxışlıq hallarında haraya, harada, haradan suallarına cavab verən sözlər tamamlıq yox, zərflik vəzifəsinə çıxış edirlər. Qeyd etdik ki, deməli, tamamlıqlar iki yerə bölünür: vasitəli və vasitəsiz. Vasitəli tamamlıqlar isimlərlə, əvəzi, say, zərflə, o cümlədən sifətlərlə, fe'li sifətlə, məslərlə, təyinli söz birləşmələrlə, fe'li birləşmələrlə ifadə oluna bilir. Vasitəsiz tamamlıqlar isə özləri də iki yerə bölünür: müəyyən vasitəsiz tamamlıqlar və qeyri-müəyyən vasitəsiz tamamlıqlar. Bunu necə yadda saxlayırıq? İsmin təsirlik halı iki yerə ayrılır: müəyyən təsirlik hal və qeyri-müəyyən təsirlik hal. Vasitəsiz tamamlıqlar da ismin təsirlik halında ifadə olunan sözlərlə ifadə olunduğu üçün onlar da yenə müəyyən vasitəsiz tamamlıqlar və qeyri-müəyyən vasitəsiz tamamlıqlara ayrılır. Müəyyən vasitəsiz tamamlıqlar kimi, nəyi, haranı suallarına cavab verir. İfadə vasitəsi ismi müəyyənlik bildirən təsirlik halında olan sözlərdir. Həm quruluşu sadə, həm də mürəkkəb ola bilir. Yalnız fe'li xəbərlə əlaqəyə girə bilirlər. Qeyd edeyim ki, qeyri-müəyyən vasitəsiz, daha doğrusu qeyri-müəyyənlik bildirən, yəni vasitəsiz tamamlıqlar isə nə sualına cavab verir. Necə ki, qeyri-müəyyən təsirlik hal kimi, ifadə vasitəsi isə yalnız ismin qeyri-müəyyənlik bildirən təsirlik halında olan sözlərdir. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar şəxs əvəzlikləri ifadə oluna bilmir. Cümlədə həmişə yerdəki xəbərin yanında biz qeyri-müəyyən təsirlik halı keçəndə onu adlı haldan fərqləndirməyin yolunu demişdik və demişdik ki, o həmişə fe'lin yanında, xəbərin yanında olur və onu oradan ayıranda rahatlıqla müəyyən təsirliyə keçə bilir. Burada da yəni həmin yöntəmdən istifadə edə bilərik. Qeyri-müəyyən vasitəsiz tamamlıqlar da quruluşu sadə və mürəkkəb ola bilirlər, yadda saxlayırıq. Digər deməli köməkçi, daha doğrusu ikinci dərəcə üzvlərimizdən biri də təyindir. Təyin ümumiyyətlə bütün cümlə özlərini izah edə bilir. Qeyd edim ki, Azərbaycan dilində cümlə üzvlərinin yeri sabitdir. Cümlənin əvvəlində mübtəda, ən sonunda isə xəbər gəlir. Tamamlıqlar və zərfliklər isə xəbərdən əvvəl işlənir. Yeri sabit olmayan yeganə cümlə üzvü isə təyindir. Təyin hansı cümləni
üzvünü izah edirsə, həmin cümlə özündən də əvvəldə işlənir. Təyin mübtədanı da izah edə bilər, xəbəri də izah edə bilər, tamamlığı da, zərfliyi də. Yəni bütün cümlə özləri ilə sintaktik əlaqədə olur və onları müxtəlif cəhətdən izah edir. Necə, nə cür, hansı, neçə, nə qədər, neçinci suallarından birinə cavab verir. Təyinlər daha çox sifətlə sayla əvəzi fe'li sifətlərlə ifadə olunur. O cümlədən ismi birləşmələrlə, mürəkkəb adlarla də ifadə olunan təyinlər var, amma daha çox sifətlərlə ifadə olunur. Təyinin şərti işarəsi bayaq da qeyd etdik ki, dalğalı işarəsi. Misal üçün, gözəl qız gəldi. Nə etdi? Gəldi. Kim? Qız. Hansı qız? Gözəl qız. Baxın, burada qız ismini izah etdi, gözəl sifəti və təyin vəzifəsinə çıxış elədi. Təyinlər də quruluşçu yenə də iki cür olur. Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələri ilə ifadə olunan, o cümlədə mürəkkəb adları ilə ifadə olunan təyinlər isə mürəkkəb təyinlər adlanır. Zərflik cümlənin ikinci dərəcəli üzvlərindən olub, zərflik hərəkətin icrasını və yaxud da əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir. Zərfliklər necə, haraya, harada, haradan, neçə, nə üçün, nə məqsədlə, niyə, nə səbəbə və sair suallarından birinə cavab verir. Bəzən uşaqlar zərfliklə zərfi qarışdırırlar, amma mən zərfi keçəndə də demişdim ki, zərf morfologiyanın terminidir. Zərflik isə sintaksin termini. Demişdik ki, zərf nitq hissəsidir, zərflik cümlə özüdür. Zərfin mənaca 4 növ var. Miqdar zərfləri, yer zərfləri, tərzi hərəkət zərfləri və zaman zərfləri. Amma zərfliyin isə mənaca 6 növ var. Tərzi hərəkət zərfləri, zaman zərfləri, yer zərfləri, yer zərflikləri, zaman zərflikləri, tərzi hərəkət zərflikləri, miqdar zərfliyi və səbəb və məqsəd zərfliyi. Biz yəni səbəb və məqsəd zərfi keçmirik, amma zərfliyini keçirik. Zərfliklərdə quruluşçu yenə iki cür olur. Deməli, sözlərlə, nitq hissələrlə ifadə olunan zərfliklər sadə, söz birləşmələrindən ifadə olunan deməli, zərfliklər isə mürəkkəb zərfliklər adlanır. Zərfliklər əsasən fe'li xəbərə, az hallarda isə ismi xəbərə aid ola bilərlər. Zərfliyin dedik ki, 6 növ var. Tərzi hərəkət zərfliyi. Tərzi hərəkət zərfliyi işin hərəkətin icra tərzini bildirir. Necə, nə tərzdə, nə vəziyyətdə suallarından birinə cavab verir. Daha çox ifadə vasitələri, tərzi hərəkət zərfləri, fe'li bağlamalar, fe'li bağlama tərkibləri, qoşmalı söz və söz birləşmələri, o cümlədən sual əvəzliklərindən ifadə oluna bilər. Misal üçün, tutaq ki, deyirəm ki, o gülə-gülə dedi. Dedi. Nə etdi? Dedi. Kim? O. Dedi necə? Gülə-gülə. Baxın, hərəkətin icra tərzini bildirmiş olacaq. Zaman zərfliyi. Zaman zərfliyi işin hərəkətin zamanını bildirir. Nə vaxt, nə zaman, haçan, nə vaxta qədər, nə vaxta dək, nə vaxta kimi və sair suallarından birinə cavab verir. Zaman zərflikləri daha çox zaman zərfləri ilə, zaman mənalı isimlərlə, fe'li bağlama tərkibləri ilə, ismi birləşmələrlə və sair ifadə olunur. Misal üçün, tutaq ki, sən bizə yayda gələrsən. Nə edərsən? Gələrsən. Kim? Sən. Gələrsən. Nə zaman? Yayda. Gələrsən haraya? Elə indi yer zərfini deyil. Bunun üzərindən izah edeyim sizlər üçün bizə. Yer zərfliyi də işin, hərəkətin, hadisənin yerini bildirir. Haraya, harada, haradan suallarına birinə cavab verir. Əsas ifadə vasitələri, yer zərfləri, məkan bildirən isimlərlə, şəxs əvəzlikləri ilə bizə, sizə, onlara bu tipli ismi birləşmələrindən, o cümlədən bəli, ismi birləşmələrindən ifadə olunur. Elə burada bizə sözü də şəxs əvəzliyindən ifadə olunur. Zaman, məkan, daha doğrusu məkan anlayışı bildirir, yer anlayışı bildirir və yer zərfliyi vəzifəsinə çıxış edib. Kəmiyyət zərfliyi işin, hərəkətin kəmiyyətini, nə qədər icra olunduğunu bildirir və nə qədər sualına, bəzən də nə dərəcə suallarından birinə cavab verə bilir.
Deməli, kəmiyyət zərfliyi ismi xəbərlə də əlaqəyə girə bilir. Deməli, kəmiyyət zərfliklərdə əsasən miqdar zərfləri, fe'li bağlama və ismi birləşmələrinin ifadə olunur. Səbəb zərfliyi hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə, nə üçün, nə səbəbə, nədən ötürü, nəyə görə suallarından birinə cavab verir. Səbəb zərfliyi deməli cümlədəki xəbərindəki iş və hərəkətdən əvvəl baş verir səbəb zərfliyindəki hərəkət. Misal üçün tutaq ki, o qorxduğu üçün sustu. Nə etdi? Sustu. Kim? O. Sustu nə səbəbə? Niyə? Nə üçün? Qorxduğu üçün. Yəni əvvəl qorxub, sonra susub. Qorxduğu üçün, yəni qorxduğu səbəbindən susub. Məqsəd zərfliyi isə iş və hərəkətin məqsədini bildirir. Niyə, nə üçün, nədən ötürü, nə məqsədlə suallarına cavab verir. Məqsəd zərfliyində görülən iş isə deməli görülən şey isə xəbərdəki əsas işdən sonra baş verir. Məqsəd zərflikləri adətən yönlük halda olan məsəl və məsəl tərkiblərindən daha çox ifadə olunur. Misal üçün, Bakıya oxumaq üçün getdim. Getdim. Bir də bir cümlə yazaq. Nə etdim? Getdim. Haraya? Kim? Mən. Haraya? Bakıya. Bu yer zərfliyidir. Getdim nə məqsədlə? Niyə, nə üçün? Oxumaq üçün. Fikir verin uşaqlar. Birinci cümlədə dedik ki, səbəb zərfliyi. Baxın, əvvəlcə qorxub, sonra susub. Amma əvvəlcə gedib, sonra oxuyacaq. Yəni məqsədi oxumaqdır, amma hələ oxumur. Hələ gedir birinci. Yəni biz məqsəd zərfliyi ilə səbəb zərfliyini fərqləndirməyin yollarından biri kimi deyirik ki, səbəb zərfliyindən iş və hərəkət, görülən səbəb zərfliyindəki iş əsas fe'ldəki işdən əvvəl baş verir. Məqsəd zərfliyindəki iş isə əsas fe'ldəki işdən sonra baş verir. Bu bir yoldur fərqləndirməyin. Digər fərq isə səbəb zərfliyi daha çox dığ üstəgəl mənsubə şəkilsi. Baxın, fe'li sifət şəkilsi üçün ötürü qoşmaları ilə yaranır. Misal üçün, oxuduğu üçün burada mən belə işlətmişəm. Sonra məqsəd zərfliyi isə maq üstəgəl üçün ötürü. Baxın, burada maq üstəgəl, baxın, üçün ötürü bu formasında yaranır. Sonra səbəb zərfliyində işin körtəbii, qeyri-şüurlu bir icrası baş verir. Yəni belə deyək də, planlı deyil. Misal üçün, o qorxduğu üçün sustu. İnsan, yəni burada planlı şəkil olmur da, insan qorxur və qorxusundan susa bilir. Amma məqsəd zərfliyində isə bu körtəbii olmur. Yəni biz hesab edək ki, qarşımıza məqsəd qoyuruq. Niyə gedirəm Bakıya? Oxumaq üçün bu formada. Suallarında oxşarlıq var, lakin biz məqsəd zərfliyindən nə səbəbə, səbəb zərfliyindən nə məqsədlə sualına cavab verməyimiz yəni düzgün deyil. Amma niyə, nə üçün bu suallar hər ikisi üçün də ortaq götürülə bilər. Yəni bu həm səbəb zərfliyində, həm də məqsəd zərfliyində işlədə bilirik. Bəzən uşaqların yanlış tanıdığı haranı sualı haqqında danışmaq istəyirəm. Haranı sualı tamamlayan sualdır. Bir çox uşaq, misal üçün, biz yönlük halda haraya, çıxış halda haradan, yerlik halda harada suallarına cavab verən cümlə özlərini dedik ki, zərflikdir. Amma yadda saxlayırıq. Haranı sualına cavab verən cümlə özü deməli, zərflik yox, tamamlıqdır. Misal üçün, mən tutaq ki, həyəti təmizlədim. Nə etdim? Belə bir nümunə yazın. Mən həyəti təmizlədim. Nə etdim? Təmizlədim. Kim? Mən. Təmizlədim haranı? Həyəti. Baxın, bu tipdə olacaq. Yəni, haranı sualına cavab verən sözlər zərflik yox, tamamlıq vəzifəsindən çıxış edəcək. Qeyd edim ki, cümlə özlərindən mübtəda, tamamlıq və zərflik bir-biri ilə bu üç cümlə özü heç bir sintaktik əlaqəyə girmirlər.
mübtəda və xəbər arasında uzlaşma əlaqəsi olur. Təyin isə hansı cümlə üzvünü izah edirsə, ona yanaşma əlaqəsində olur. İndi bizə yanaşma və idarə əlaqəsi lazım olmadığı üçün onlar haqqında geniş məlumat vermirəm sizə. Bu cümlə üzvləri idi. Ümid edirəm ki, cümlə üzvlərinin izahı sizin üçün aydın oldu uşaqlar. Sağ olun.